şagirdlər, bugünkü dərsimiz x minus n kvadratı plus n qrafikinin qurulmasıdır. Biz bilirik ki, x kvadratı funksiyasının qrafiki bu formadadır. Məsələn, x minus n kvadratı funksiyasının qrafiki, bu qrafiki 3 vaid sağa çekilir. Çünki burada. Təpə nöqtəsinin koordinatları burada olur. Yəni bu oldu 3 sıfırdır. Sıfırın təpə nöqtəsində. X kvadratı plus x kvadratı funksiyasının qrafiki 3 vaid yuxarı sürüşür. Yəni burada. Bu oldu x kvadratı plus 3. X plus 3'ün kvadratı. Yəni bunun 3 vaid sola çəkilən. Çəkdim, oldu qrafik burada. Qrafikin ödəti buradadır. Təpə nöqtəsinin koordinatları məhdud 0. X kvadratı minus 4. X kvadratı funksiyasını 4 vaid aşağı sürüşdürəcəm. 4 vaid sürüşdürdüm, gəldi düşürdüm. Deməli, və təpə nöqtəsinin koordinatları 0 məhduddur. İndi burada isə həm sağa sürüşdür, həm də ki yuxarı. Yəni 3 vaid sağa sürüşdür, x minus 3, belə. Bir vaiddən yuxarı sürüşdür, gəldi düşdür. Deməli, əvvəlcə bunu 3 vaid sağa sürüşdürürəm, bir vaiddən yuxarı, belə. X plus 2'nin kvadratı minus 3. Burada ise 2 vaidini sola sürüştürürəm. 2 vaid sola. 3 vaidini aşağı sürüştürürəm. Funksiyanın qrafiki düşdü bu formada. Həyalı və gözü.